Beni seven xanımlar, analar, gözəl bacılar, sayfamın dəyərli bəyləri. Bu günləri Elvira xanım paxlava bişirir, buyurub zakaz eləyə bilərsiniz. İndi istəyirəm bir dənə başlayayım. O oxluğu ver. Yavaş-yavaş başlayıram. May ayı mənə düşmədi. Elə də zakazım olmadı. O gün konsertdəydim bu arada. Yazdığınız sözlər üçün çox sağ olun. Çox qəşəng sözlər yazdılar. Çox yaxşı mənə baxdılar. Sağ olsunlar. Var olsunlar. Çoxlu bəzi qadın adına layiq olmayanların xətrinə dəyib ki, orada Vüsal bəy deyib ki, Elvira xanım Azərbaycan fəxr edir sizlə. Vüsal, sən niyə elə dedin axı? Deyərdin Azərbaycan tüpürür sənə. Onda yazardılar sana ki, niyə bu qıza belə deyirsən? Sən nə varıq dedin, nə Vüsal? Mən də səhnəyə çıxan deyiləm, çıxanda həyəcan keçirirəm də. Mən də o elə deyəndə daha mikrofonu ala bilmədim. Nəysə, temanı tutan tutdu. Yaxşılara bu qızın, bu gözəl ürəyi qurban. Mən irəli, sizlər sayəsində yaşayırıq hələlik. Görək haçana kimi. Azərbaycana gəlmək də oldu, gələ teleaxrani tildi nədir, onunla gəlmək bacım.